Sizə bir sual gəldi ki, xidmətlə bağlı fikirdən sonra ki, bəs yaxşı insanlar bu ruhaniliyi, bu ruhi bilgiləri hardan tapa bilərlər, necə tapa bilərlər? Qurbanov da qəşəng bir dənə söz dedi ki, insanlar ən acınacaqlı vəziyyətdə Allaha pənah gətirirlər. Buna baxanda Qurandakı tərcümə üzərindən ayə dənizdə gəmi batanda siz deyir, dua edirsiniz ki, sağ çıxın buradan, ondan sonra başlayacağım yaxşı işlər görməyə. İman gətirirsiniz, sahilə çıxandan sonra isə yenə də öz ağlığınıza davam edirsiniz. İnsan həqiqətən də elədir. Ayağını qoyandan bir saat, maksimum bir gündən sonra sevilir yenə də həmin ki, sosial bioloji müstəvidə var gəl edən bir varlıq. Amma stres və fəlakət içində hər şey insanın gözündə bozlaşır. Rəngli görəcəyin bir şey varsa, o yönəlirsən ki, özünün acizliyini başa düşürsən, dərk edirsən ki, sən artıq hər bir şeyə nəzarət eləmirsən. Özün ki, həmişə göydən baxırsan. Mən axı kiməm ki, səni aldadan, kefim saz olanda yaddan çıxırsan, kefim pis olanda düşürsən yada.